Mən sizə elə bir adam haqqında danışacağam ki, o fenomenal Azərbaycanlıdır. 1926-cı ildə Təbrizdə anadan olmuşdur. 2016-cı ildə Amerika Birləşmiş Ştatlarında vəfat etmişdir. O, Tehran Universitetinin fizika fakültəsini qurtarmışdır. 1948-ci ildə isə Amerika Birləşmiş Ştatlarına köçmüş və burada da Kolumbiya Universitetini qurtarmışdır. Onu məşhurlaşdıran 1960-cı ildə kəşf etdiyi qazdan lazer alınması texnologiyası idi. Helium qazından şəxsən özü lazer almışdı. Buna görə də ona lazerin atası deyirdilər. Eyni zamanda allot kəsişmələri metodologiyasının əsasını qoymuşdur. Eyni zamanda qeyri-xətti spektroskopiyanın əsasını qoymuşdur. Bu adam 1975-ci ildə öz kəşflərinə görə Amerika Optika Cəmiyyətinin ən yüksək mükafatına layiq görülmüşdür. Eyni zamanda 1993-cü ildə Albert Einstein mükafatına layiq görülmüşdür. Bu bizim doğrudan da fəxr etməli olduğumuz həm yerlimiz Əli Cavandır.